Allah yaratmayıb adamı əzaba salsın. Hansısa bir çətinliklər də varsa bu feyzə, bu ləzzətə çatmaq üçün Allah yaradıb ki, bir ləzzət məclisi qursun, hamı o ləzzət məclisindən bəhrələnsin. Axırı gəlir pik nöqtəsi bir sıradır. Vucuhun yevmə izin nadirə. O qədər xoşum gəlir bu ayədə. Hansı məqama insan çatır? Qiyamət haqqındadır. Vucuhun yevmə izin nadirə. O gün bəzi üzlər çox şad və xürrəmdilər. Nəyin sevincidir bu? İlə Rəbbiha nazirə, Rəblərinə tamaşa edirlər. Bu tamaşa nədir? Ruhun toy bayramı budur. Ruhun ləzzəti, zövqü budur. İnsan bax bu tamaşa üçün gəlib dünyaya. Və bu tamaşa başlanır dünyadan, keçid alır axirətə və həmişə, çünki o varaq həmişə, sən də onunla həmişə varsan. Bunu başa düşəndə, onda nəfslə mübarizə nəinki çətin olmur, əksinə belə zövq alırsan. Deyirsən, bir problem çıxsaydı, nəfsimlə mübarizə aparardı. Nəfsim bir şey istəyərdi, ona yox deyərdi. Səncə bir əyləncəli bir oyuna çevrilir.